Əziz müsəlmanlar, müsəlmanın üzərinə düşən və bizim üzərimizə düşən 5-ci məsələ Allahın əmrlərini yerinə yetirdikdə ixlasla yerinə yetirmək və həmçinin onun göndərdiyi Peyğəmbər Muhammed sallallahu aleyhi və səlləmin sünnətinə müvafiq şəkildə yerinə yetirmək lazımdır. Və bu da çox mühümdür. İnsan əməllərini Allahın rızası üçün etdiyi təqdirdə o əməllər Allah dərgahında qəbul olunacaq. Və bununla bərabər tək ixlas yetərli deyil. İnsan əməllərini ixlasla bərabər Allah Rəsulunun buyurduğuna, sünnətinə, yoluna müvafiq şəkildə etməlidir ki, o əməllər Allah dərgahında qəbul olunsun. Əksi halda, əgər bir insan Allahın əmrlərini ixlaslı şəkildə yerinə yetirərsə, lakin Peyğəmbərin sünnətinə müvafiq şəkildə yerinə yetirməzsə, o zaman o əməl qəbul olunmaz. Çünki bu qayda olaraq bütün alimlər bunu bu şəkildə qeyd etmişlər. Əgər insan Peyğəmbərin sünnətinə müvafiq şəkildə yerinə yetirərsə, amma əməlini ixlaslı etməzsə, yenə də onun əməli qəbul olunmaz. Çünki əməlin qəbul olunmasında əsas hədəf və amil nədir? Allahın rızasını ummaq, Allahdan o əməlin qəbul olunmasını istəmək, diləmək, xalis Allah üçün etmək və eyni zamanda da Peyğəmbərin sünnətinə müvafiq şəkildə etmək. Və bu da çox mühümdür.